Salam əziz məktəbli dostlar və mən izləyən valideynlər. Bugün Zambaq nəşriyyatının monitorinq vəsaitindən Qaranquş yuvası mətnini izah eləyəcəm. Fuad çox dəcəl oğlan idi. Yazıq quşlara göz verib, işıq vermirdi. Daş atıb onların rahatlığını pozurdu. Deməli, uşaqlar, Fuad necə oğlan idi? Dəcəl oğlan idi. O, nələri incidirdi? Quşları incidirdi. Quşları necə incidirdi? Onlara daş atırdı və onların rahatlığını pozurdu. Dəfələrlə ata-anası ona nəsihət versə də dəcəlliyindən qalmırdı ki, qalmırdı. Bir gün yuxudan oyanıb ətrafa boylandı. Birdən qulağına səs gəldi. Bir qaranquş eyvanda özünə yuva qurmuşdu. Fuad taxta parçası ilə yuvaya vurmağa başladı. Ətcə balalar qorxudan cikkildəyirdilər. Ətcə bala uşaqlar, yəni yeni doğulmuş quşlar deməkdir. Bu zaman haradansa bir qaranquş uçub gəldi. Sən demə, bu ətcə balaların anası imiş. Bundan işlənən ana qaranquş Fuadın əlini dimdiklədi. Səsküyə baba özünü yetirib dedi. Heç utanırsan, sənə deməmişəm quşları incitmə. Fuad hirslə əlini babaya göstərib dedi. Gör əlimi nə günə saldı. Babası ona başa saldı ki, əgər biri sənə xətər yetirsə, sənin də anan səni qorumaq üçün onlara ziyan vura bilər. Quşlar da bizim kimi yaşamaq, yemək istəyir. Onları incitmək olmaz. Fuad bu hərəkətinə görə çox peşman oldu. Söz verdi ki, daha quşları incitməyəcək. Baba ilə Fuad qəşəng bir yuva düzəltdilər. Baba ehtiyatla yuvanı qaranquşun yuvasına yaxın yerə asdı. Ertəsi gün bütün ailəni heyrət bürüdü. Qaranquş balalarını götürüb oradan köçmüşdü. Biri mətndə altından xətt çəkilmiş sözün mənasını izah edir. Altından xətt çəkilmiş söz gün verib işıq vermir. Deyir, o quşlara gün verib işıq vermirdi. Yəni ki, incitmək deməkdir. O quşları incidirdi. Mətnin ideyasını özündə əks etdirən atlar sözünü müəyyənləşdirin. Qaçırılan fürsət ələ düşməz, sonraki peşmançılıq fayda verməz. Artıq uşaqlar, sonraki peşmançılıq bilsiz niyə fayda verməz? Məsəl üçün, orada biz oxuduq ki, o quşları incidir, lakin sonra peşman olur, baba ilə yuva düzəldirlər, asırlar, amma sabah görürlər ki, qaranquşlar orada yox idi. Niyə? Çünki qaranquşlar artıq Fuadın hərəkətlərindən qorxub oradan köçmüşdülər. Yəni, Fuad düzdür, peşman oldu, amma sonraki peşmansılıq fayda eləmədi. Çünki quşlar oradan köçüb getmişdilər. Mətnin əsas hissəsinə aid olmayan epizodu seçin. Baxın, əsas hissə bu hissədir. Gəlin görək, bu hissəyə hansı fikir aid deyil. Fuadın taxta parçası ilə quşun yuvasına vurması. Bu əsas hissədə idi. Baxın, nə deyir? Baxın, taxta parçası ilə yuvaya vurmağa başlayır. Qorxudan ətcə balaların cikkildəşməsi. Ətcə balalar qorxudan cikkildəyirlər. Ana qaranquşun balalarını müdafiə etməsi o da mətndə idi. Hirslənən ana Fuadın əlini dimdikləyir, yəni öz balalarını müdafiə edir. Qaranquşun balaları ilə birgə köçüb getməsi isə sonluq hissəyə aiddir. Baxın, bu isə sonluq hissədir və əsas hissəyə aid deyil. Fuad babası ilə birlikdə yuvanın içinə dəndə səpdi. Cümləsini mətnin qarşısında rəqəm yazılmış hansı abzası artırmaq olar? Babası ilə əgər artıq Fuad yuvanın içinə dən səpirsə, deməli artıq o peşman olduğu hissəyə aid idi. Yəni, üçüncü. Burada babası ilə quş yuvası filan düzəldib, arxasınca da dən tökə bilərdi. Deməli, qarşısında 3 yazılan abzasa aid ola bilər. Cavab C variantı. Mətnə əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Düzgün ardıcıllığını. Valideynlərin Fuada dəcəllik etməməsini söyləyirdilər. Fuad quşları babası ilə quşlar üçün yuva düzəltdi. Səsküyə baba eyvana çıxdı. Ana quş balaları ilə həyat tərk etdi. Burada elə birinci hadisə baş verir. Sonra səsküyə baba çölə çıxır. Fuad babası ilə yuva düzəldir və ana
Bir dəqiqə. Səsküyə baba çölə çıxır. Fuad babası ilə yuva düzəldir və ana quş balaları ilə tərk edib gedirlər. Cavab B variantı. Mətnə əsasən hansı fikir doğru deyil? Fuad öz əməlinə görə peşman oldu. Bəli, bu fikir mətndə var idi. O, öz əməlinə görə peşman olur. Babası, niyə peşman olur uşaqlar? Çünki babası ona başa salır ki, əgər kimsə Fuada da nəsə etsə, Fuadın da anası həmin insanlara zərər verə bilər. Deməli, mətnəsi doğru fikir deyil. Bu doğruydu. Babası Fuada başa saldı ki, quşları incitmək olmaz. Bəli, yəni baba orada başa salır ki, onları incitmək olmaz. Sən də kimsə incitsə, anan onlara zərər verə bilər. Demək olar ki, eyni fikirlərdir bu ikisi də. Fuad nadinc olduğu üçün bütün qonşuları narahat edirdi. Aha, uşaqlar, gəlin baxaq gör, o qonşuları narahat edirdi. Çox təcəli olan idi. Bəlkə qonşular da narahat edirdi, uşaqlar ola bilər, amma burada o verilməyib. Amma burada nə verilib? Yazıq quşlara göz verib, işıq vermirdi. Deməli, o quşlara rahatlıq vermirdi. Cavab C variantıdır. Qaranquş öz balalarını müdafiə etmək üçün Fuadın əlini dimdikləmişdi. Gəlin, mətndə həmin hissəyə baxaq. Nə deyir? Baxın, deyir ki, bundan istənən ana qaranquş Fuadın əlini dimdiklədi. Deməli, mətnə aid olmayan fikir C variantıdır. Diqqətlə gör, təşəkkür edirəm. Onu da xatırladım ki, uşaqlar, bu bədii mətindir. Bədii mətin nə deməkdir? Yəni, burada dəqiq faktlar yoxdur. Burada hekayə, nağıl kimi nağılvari mətinlərdir. Əgər bir mətndə konkret rəqəmlər, ədədlər, konkret insanlar varsa, o informativ mətn olacaq. Amma burada hekayə vari olduğu üçün mətnimiz bədii mətindir. Baxın, Topxana meşəsi isə informativ mətindir. Nə üçün? Çünki burada, baxın, tarixi zaman verilib, tarixi şəxslərin adları verilib. Ona görə də belə mətnlər dəqiq faktlarla yazıldığı üçün informativ mətn sayılır.